Riyazi ifadənin qiymətini tapaq. Əvvəlcə gəlin cavablara bir fikir verək. Cavablarda adi kəsr və yaxud da ki, tam ədəd verilib. Buradan biz o nəticəyə gələ bilərik ki, bu ifadədə verilmiş bu adi kəsr, daha doğrusu qarışıq ədədi və yaxud da ki, onluq kəsri öncəliklə düzgün olmayan kəsr halına çevirməmiz lazımdır. 3/4 bərabərdir. Nə olur? 4-də 13. 4 dəfə 3, 12, üstə gəl 1, 13. Çıxılsın 1/2-ni əgər biz 1/2 yazsaq, 2 və 10 ixtisarı ilə birbaşa 1 və 5 qaldı. Bu da 5 vurulsun 1 üstə gəl 1, 6 eləyir, aşağıda 5. Yəni 5-də 6 vurulsun 3/3-də 1 də 3-də 3 dəfə 3, 9 üstə gəl 1, 10 bərabərdir. 6 və 3 ixtisar gedir 3-ə. 3-ü 3-ə böləndə 1, 6-nı 3-ə böləndə 2. 5 və 10 da ixtisar gedir. 5-i 5-ə böləndə 1, 10-u 5-ə böləndə 2. Nə əldə etdik? 4-də 13 çıxılsın 1-də 4 bərabərdir. Ortaq məxrəc 4-dür. Burada 1, burada 4 olur. 13 çıxılsın 4 dəfə 4, 16 bərabərdir. Mənfi 4-də 3. Cavab B bəndi. İkinci sual. A natural ədədini 6-ya böləndə qalıqda 3 alınır. A toplayaq 8 ədədini 6-ya böləndə qalıqda nə alınır? Tapmaq lazımdır. Deməli, A toplayaq 8-i yazaq. Bizə lazımdır bu ifadəni 6-ya böləndə alınan qalıq tapmaq. 2 ədədin cəminin hər hansı bir ədədə bizim halda 6-ya bölürük. Bu böləndə qalıq nə alınır tapmaq üçün ayrı-ayrılıqda hər bir toplananı biz bu bölənə, yəni 6-ya bölüb qalıqlarını tapıb toplamağımız lazımdır. Deməli, A-nı 6-ya böləndə bu artıq nə olduğunu bilirik. Biz A 6-ya bölünəndə qalıqda 3 alınır. Ona görə də aşağıda bunun A-nın aşağısında 3 yazırıq. Bu o deməkdir ki, A-nı 6-ya böləndə qalıq 3-dür. Bu qalıqdır. Yenə burada da yazım ki, baş qarışmasın. Ondan sonra üstə gəl. 8-i 6-ya böləndə qalıq nədir? 2. İndi bu ikisini toplayanda 3 üstə gəl 2 eləyir 5. Deməli, A toplayaq 8-i 6-ya böləndə qalıq 5 olacaq. Cavab D bəndi. Üçüncü sual. 10%lıq 200 qram duz məhluluna 50 qram duz əlavə ediblər. Əldə olunmuş yeni məhlulda duzun faizi nə qədərdir? Konsentrasiyası nə qədərdir, onu tapmaq lazımdır. Gəlin əvvəlcə, deməli 200 qram bizim 200 qram məhlulumuz var. Bu məhlulun 10% duzdur. 10% duz. İndi bu 10% duz nə qədər, neçə qram duz eləyir onu tapaq. 200 qramın 10%-i sadəcə 210-a bölmək lazımdır. 200-ü 10-a böləndə eləyir 20. Deməli 20 qram duzdur burada. 200 qram məhlulun 20 qramı duzdur. İndi bu məhlulun üzərinə 50 qram duz əlavə ediblər. Deməli ümumi kütləsi nə qədər oldu bu məhlulun? 200 qram var idi, üzərinə 50 qram gəldi, 250 qram oldu. Kəsrin aşağısına 250 yazılır, çünki yeni məhlulun kütləsi 250 qramdır. Və bizə bu yeni əldə edilmiş məhlulun tərkibindəki duzun faizi lazımdır. Ona görə də yuxarıda biz indi yeni məhlulun tərkibində nə qədər duz var qram olaraq onu yazmağımız lazımdır. Əvvəlcə biz bilirik ki, əvvəlki məhlulun içində 20 qram var idi. İndi bunun üzərində yenə 50 qram duz əlavə olunduğu üçün 20 qram üstə gəl 50 qram eləyir 70 qram. Deməli, yeni məhlulda 70 qram duz var. İndi bunun faiz olaraq tapmaq üçün 100-ə vurmaq lazımdır bu nisbəti. Bərabərdir. Sıfırlar ixtisar eləyək. 25 dənə 100-ü 25-ə ixtisar eləmək olar. Burada 25-ə böləndə 1 qalır. 100-ü 25-ə böləndə 4 qalır. 7 dəfə 4 də 28 eləyir. Deməli, yeni məhlulda duzun faizi 28-dir. Cavab G bəndidir.